Salamlayıram hər birinizi. Sizi Novruz bayramı münasibəti ilə təbrik edirəm. Sizlərə can sağlığı arzu edirəm. Çoxdandır video paylaşa bilmirdim. Kamerada bəzi problemlər olmuşdu. Bir neçə videolarım var ki, hələ də yükləyə bilmirəm. Və bu günləri sizlər üçün mən xonça hazırlamaq istədim. Çünki baxdım ki, bu xonçalar satışda çox baha başa gəlir. Bunu almaq bizim büdcəmizə də ziyandır, çox təsir edər. Ona görə qərara gəldim ki, gəlin bu xonçanı evdə özümüz çox ucuz başa gələn bir şəkildə evdə düzəldək. Evdə lazımsız dediyimiz əşyalardan düzəldəcək. Heç də bir maddi vəsait tələb etmir. Məsələn, adi bir ayaqqabı qutusudur götürmüşəm mən. Bundan istifadə edəcək. Belə ağac parçaları götürmüşəm. Kəsmişəm bunları belə standart deyil. Yəni, biraz uzun, biraz gödək bir-birindən fərqlənir. Belə ağac parçalarına istifadə edəcəm. Sonra bizdə bax belə un torbaları yaxud qənd torbaları olur. Onlardan belə kisə formasında kəsmişəm. Bunlardan istifadə edəcəm. Belə evdə balaca quşlarımız var idi, 2 dənə. Bunlardan istifadə etməyi düşünürəm. Balaca netlərdən və biraz popcorn var. Bunlardan istifadə etməyi düşünürəm. İndi göstərəcəm nədən ötürü istifadə edirəm. Və lazımdır mənə belə suni otum var evdə, onu istifadə etməyi düşünürəm. Yəni, konkret bir qərar verməmişəm ki, iminlə bu cür bir bəzək verəcəm. Yəni, öz ideyamızı işə salacaq, öz fantaziyanızı işə salıb müxtəlif bəzəklər verə bilərsiniz. Məsələn, 2 tərəfli skoç lazım olacaq mənə, onu istifadə edəcəm. Qırmızı lent düşünürəm ki, istifadə edəcəm belə. Ola bilsin ki, başqa bir əlavələr də edim. Səməndən istifadə etməyi düşünürəm. Bax belə, indi gəlin. İlk öncə qutunun kəsməyini sizə göstərim. Mənə bu qutunun bu qədər ölçü lazımdır. Yəni, bu üst qapağın ölçüsü qədər bir dənə də ölçü lazımdır. Ona görə mən bu altdakı böyük qutunu yerləşdirirəm bu qutunun içinə. Belə. Sonra belə flomasterla və yaxud markerlə işarələyirəm. Kəsmək üçün. Bunun ölçüsündə kəsəcəm. Buranı kəsib çıxardıram. Çünki bura onsuz da mənə lazım olmayacaq. Bu hissə açıq olmalıdır. Ona görə mən bu hissəni buradan kəsib çıxardıram. Və ondan sonra, çünki onda həm də kəsmək rahat olacaq mənə. Belə kəsdim. İndi bu ölçünlə, çəkdiyim bu xətinin üstü ilə belə kəsəcəm. 4 bir tərəfini bura kimi. Belə kəsdim, çıxardım. İndi isə bu qapağını da, bu ön hissəsini kəsib çıxartmalıyam. Hissəni kəsib çıxardandan sonra bu 2 hissəni bir-birinə yapışdırıram. Siz müxtəlif ölçüdə belə qutu götürə bilərsiniz. Yəni, ölçüləri özünüz tənzimləyin. İndi mən bunları ikisini bir-birinə yapışdırmalıyam. Ona görə belə 2 tərəfli yapışqan batdan istifadə edirəm. Bunun bu üzü də yapışır, bu üst tərəfi də yapışır. Bunları belə yapışdırıram bura. Bu üst hissəni qopardıram. Bir də xatırladım ki, yapışqan bandı ilə yapışdırın ki, bu hissəyə də düşsün ki, bu qıraqları da yapışdırsın. Belə bunları bir-birinə belə yapışdırıram. Olur böyük bir kardon. İstəsəniz ölçüləri müxtəlif götürə bilərsiniz. İndi isə bu hissədə biraz açıq yer qalıb. Oranı mən yenə yapışdırırım. Buranı yenə yapışdırıram. Çünki bura yaxşı yapışmadığına görə bu hissə bura yapışıb, o hissə yapışmadığına görə bir də yapışdırıram bu hissəni. Bax, belə yapışdırdım. İndi isə bu ağac parçalarını 4 bir tərəfinə bu şəkildə bax, belə yapışdıracağım tam axıra qədər. O yapışdırmağı da mən sizə göstərim. Mən
tapança bilək kleydən istifadə edəcəm. Bax belə. Əgər tapanca kleyiniz yoxdursa problem deyil. Bax bu iki tərəfli vansa çox qəşəng yapışır. Bundan da belə dörd bir tərəfinə bağlayıb, sonra üst hissəni qopardıb ağacları yapışdıra bilərsiniz. Yəni tapanca kleyi olmayanlar problem yoxdur, üzərinə dərd etməsinlər. Bax belə yapışdırmaq olar. Bu minvalla axıra qədər davam edəcəm. Yapışdırmalıyam. Yapışdırım. Baxın, belə bir görünüş oldu. Sanki kənd çəpərini xatırladır. İndi isə mən bunu qoyuram kənara. Belə bir budaq götürmüşəm. Bu budaqdan bahar abu-havası yaratmalıyıq. Ona görə də popkornlar partlatmışam bax belə. Bunları yapışdıracağım budağımızın üstünə. Qoy bir ikisini göstərmişsə necə yapışdırıram. Bax belə yapışdırıram ki, sanki ağacımız çiçək açır. Biraz belə tuturam ki, yapışsın. Bax belə. Bu minvalla bir neçəsini belə yapışdırıram. Bax belə ağacım hazırdır. İndi kleylə yapışdırıram bura. Biraz əlimlə tutmalıyam ki yapışsın bura. Bax belə artıq yapışdı. Belə çiçəkli ağacı xatırladır. Belə dörd bir tərəfini bax belə bağlı bir çəpərdim. İndi isə gəlin sizə kisələri necə hazırlayıram göstərim. Belə bir torbalar götürmüşəm. Bunlardan kisələr hazırlayacağım. Ölçüləri müxtəlifdir, yəni fərq etməz necə olsun. Yenə də bunu kleyin köməyi ilə yapışdırıram. Bir hissəsinə kley qoyum altına. Kleydən ehtiyatlı olun, əlləriniz yanmasın. Yenə də deyim sizə ki, kley olmasa da iki tərəfli skoçlardan istifadə edə bilərsiniz, problem yoxdur. Möhkəm olmağı üçün bu hissəni də yapışdırıram. Bir də deyim ki sizə, bu yəni şərt deyil ki, iminli belə torba olsun. Fərqi yoxdur, evdə istənilən bir parçadan istifadə edə bilərsiniz. Bunu da bunun üstünə bax bu minvalla yapışdırıram axıra qədər. İndi isə bu hissəni də yapışdırıram. Yapışdırandan sonra bunu artıq çevirirəm belə, düz üzünü çevirəcəm. Bax belə torbanın bu tərəfi də yapışdı. İndi isə gəlin bunu düz üzünü döndərək belə ki, sərgəli olsun, izlər bilinməsin. Bax belə bir kisə forması alındı. Bu hissəsini belə qatlayırıq ki. Bax belə. Bunların içine istədiyiniz boz, fındıq, kişmiş, fərq etməz, nə istəsəz doldura bilərsiniz. Yenə bunu qoyub kənara. Gəlin indi bu çəpərimizin iç hissəsini düzəldək. Onun üçün əgər evinizdə suni otunuz yoxdursa, problem yoxdur. Yaşıl belə bir parçadan istifadə edə bilərsiniz. Məndə belə tam yaşıl deyil, biraz al yaxışları var. Yaşıl parçadan istifadə etsəz, içini də doldurandan sonra heç bilinmir ki, onun içində ot var ya yox. Heç bir problemi yoxdur. Yaşıl parçanı salıram bunun içinə, sanki otu xatırladır bizə. Məndə ot da var. Bunu yəni olmayanlar üçün göstərirəm. Evdə yaşıl otu olmayanlar üçün. İndi isə sərdən bax belə bir görünüş oldu. İstəsək indi öz fantaziyamıza uyğun düzəldək. Nə edə bilərik? İndi səmənimizi bax yerləşdirə bilərik bu hissəyə. Sonra yaşıl otunu
istifadə edə bilərəm. Bax belə. Daha sonra yumurtalar qoya bilərik bu hissəyə. Yumurtaları bax belə düzə bilərik. Bax belə istəsək çox doldura bilərik. Fərq etməz. Yəni əldə 4 dənə belə yumurtam var, ona görə qoydum. İçinə daha çox doldursanız heç yəni ota ehtiyac olmayacaq. Daha sonra kisələrimizi dolduraq, qoyaq kişmişlə, qoz fındıqla dolduraq. Bax belə kisələrimizi qoz fındıqla doldururuq. İstəsəz badam da qoya bilərsiniz, nə istəsəz qoya bilərsiniz. Kisələrimizi yerləşdiririk. Bax bu hissəyə. Daha sonra bax belə quşumuz var. Bu quşumuzu buna qoya bilərik. Və belə bir balaca bir quşum daha var. Sərçəyə bənzəyən. Bunu da yapışdıraram. Bu hissəyə yapışdırıram. Bu hissəyə yapışdırdım quşumu. Və belə bir gülüm var. Bax, istəyəcəm bunu da yapışdırım ki, çəpərimiz biraz daha alavvan olsun. Bunu da bu hissəyə yapışdıraram mən. Bunu da buraya yapışdıra bilərəm. Belə bir çiçəyimiz oldu. Göstərim sizə bir dənə. Bax belə görünüş var. Daha sonra bu hissədə şinyatlarımızı düzə bilərik. İstədiyiniz şinyatları düzə bilərik. Onun üçün təmiz bir kardon mən bura qoyacağım və şinyatları da bunun üzərindən düzəcəm bu hissəyə. Belə bir buranın ölçüsünə bir kardon kəsdim. Bura evdə olan şinyatlardan düzə bilərik. Siz daha çox düzə bilərsiniz. Nə istəsəz qolağından, şəkər burasından. Paxlavanızı düzək. Kətələrimizi düzək. Bax belə sonda qırmızı led bağlaya bilərik. Qırmızı led də bağlayaq. İstəsəz yapışdıra da bilərsiniz, amma ehtiyac yoxdur, məncə bağlamaq kifayət edər. Şeylə yapışdırdım. İstəsəz bağlaya da bilərsiniz. Heç bir problemi yoxdur. Dörd bir tərəfinə belə ledlə bağladım. İndi isə belə bir balaca ledlərlə bantiklər düzəltmişəm. Onları səmənin üstünə yerləşdirəcəm. Bax, belə görürsünüz, artıq hazırdır. Tam bir hazır vəziyyəti belədir. Baxın, yenə də öz fantaziyanıza uyğun əlavələr edə bilərsiniz. Bax, belə artıq xonçamız hazırdır. Hər tərəfdən sizə göstərim. Bugünlük yenə məndən bu qədər xanımlar. Like etməyi, abunə olmağı və kommentariyalar yazmağı unutmayın. Sağ olun, bir daha bayramınız mübarək.